İmam Rıza Əleyhisselamın şagirdlərindən, sahabələrdən nəql edirlər. Bir gün İmam Rıza Əleyhisselamın yanına bir ateist dini, Allahı, ahireti inkar edən bir adam daxil oldu. Çox asan, möhkəm və etibarlı dəlillə. Görün İmam Rıza onu necə başa salır, axırda o necə qayıdır imamın yanına. Ateist deyir, daxil oldu İmam Rıza Əleyhisselamın yanına. Biz də İmam Rıza'nın yanındaydı. Bir dəstə insanlarla İmam Rıza Əleyhisselamın söhbəti başladı. İmam Rıza Əleyhisselam görə ona nə dedi? Baxın, bir adam ki dini yaşamır, ahireti inkar edir. İmam Rıza görə ona nə dəl gətirdi? İmam Rıza Əleyhisselam buyurdu: əgər sizin dediyiniz düz olsa, yəni Allah yox, ahirət yox, o dünya yoxdur, heç bir cənnət, cəhənnəmdən söhbət yoxdur ki, belə deyil, var. Biz nə uduzmuşuq, biz nə əldən vermişik? Biraz namaz qılmışıq, oruç tutmuşuz, zəkat vermişik. Allah Taala'nın buyurduğu bəzi insana ömrü boyu lazım olmayan haramlardan çəkinmişik. Biz nəsə uduzmuşuq. Allah məsələn öldü, dünyamızı dəyişən olsa, həqiqətən gör gələ Allah yoxmuş, nauzubillah. Ahirət yoxmuş, qəbir, sorğu-sual, behiş, cəhənnəm yoxmuş. Nəyisə əldən vermişik. Amma birdən əgər bizim deyən olsa, yəni öləndən sonra gördük ki, Allah var, ahirət var, ki var, həqiqətən buna bizim dəlillərimiz var, onda siz həlak olmusunuz. İcat tapmamısınız, bədbəxt olmusunuz. Düzdür ya yox? Baxın, ağılla, məntiqlə İmam Rıza Əleyhisselam o adamı sübut edir. Oradan da biz deyən olsa, sizin onda nə günə qalacaqsınız? Siz nə əldən vermişsiniz? Siz deyən oldu. Biz nə əldən vermişik? Biz nə itirmişik ki? Düzdür ya yox? 2. İmam Rıza Əleyhisselamı bunu deyəndən sonra o adam ağıllı adam idi, insaflı idi. Düşündü və imama Allahdan sual verdi. Mətə kana, Allah haçandan olub? İmam buyurdu. Cavaba bax, sən bu sualı ki versən Allah nə zamandan olmuşdur? Sən mənə de görüm Allah nə zamandan olmayıb ki, mən sənə ondan məlumat verim. Cavaba bax. Sonra dedi ki, yaxşı, Allahın varlığına dəlil nədir? İmam Rızaya bax, hikmət sahibidir. İmam Rıza dedi ki, sən elə bu bədənin. Özünə bax, Allahı tanı. Necə? İmam dedi ki, mən bu öz cəsədimə, bu bədənimə baxıram. Hər gün görürəm ki, mənim bədənim artır ya da azalır. Qozalıram, boyum artır, uşaqlıqdan cavanlığa boy artır. Sonra boy balacalaşır. Bəzən bu bədənə problem yaranır. Bəzən bu bədən üçün xeyir işlər olur. Mən bunların heç birinin qabağını ala bilmirəm. Kimdir dəxalət edən? Bizim boyumuzu artıran kimdir? Boyumuzu alçaldan kimdir? Bir bəla bizə gəldi, başımıza bir iş gəldi. Onu kim eləyir? Bəzən həll olunmayan bəlanı bizdən kim dəf eləyir? Əlimtu ənə lihadəl bunyanı baniyan. Bildim ki, bu bədəni birinin banisi var. Bu bədəni bir icad eləyən var ki, bu bədəni böyəldir, kiçildir, istədiyini eləyir. Qocalar, ağsaqqallar, əlinizdə olsa bir cavanlaşın da. Bu bədən də bizim əlimizdə deyil. İmamımıza görün nə cavab verdi ona. Sonra imamımıza günəşdən, aydan, buludlardan, yağışdan, ulduzlardan buna danışdı. Bütün bunların hamısı hər kəs öz işindədir. Səhər saat günəş çıxır öz işindədir. Ay öz işindədir. Ulduzlar. Bunlar hamısı nədən xəbər verir? Nəzm intizam, qayda qanun var. Qayda qanun varsa bu qayda qanunu qoyan. Suallarını verdi. Cavab uzundur. Verdi, cavabını aldı. Verdi. Deyir, o adam yerindən qalxmamış müsəlman oldu.